İçəri şəhər. Altay ilk dəfə idi ki, təzə evlərini görürdü. O içəri girən kimi eyvana qaçıb ətrafa nəzər saldı. Oh, nə gözəldir. Dəniz kənarı bulvar, atraksiyonlar, hündür binalar, geniş küçələr, mağazalar. Buradan hər yan görünür. Altay bu təzə, yaraşıqlı mənzili çox sevirdi. Amma köhnə məhəllə yoldaşları, ən çox da dostu Aydın üçün darıxırdı. Onlar içəri şəhərdə qonşu idilər. Küçə o qədər dar idi ki, üzbəüz pəncərədən bir-biri ilə söhbət edirdilər. Birdən qapının zəngi çalındı. Gələn Aydıngilin ailəsi idi. Altay Aydını eyvana aparıb şəhəri göstərdi. Görürsən, necə gözəldir. İçəri şəhərdə odar küçələr, köhnə evlər lap adamı darıxdırırdı. Ancaq burada müasir binalar, geniş park var. Aydın duruxdu, amma dinmədi. Altay yenə soruşdu. Hə, düz demirəm, içəri şəhəri kökündən uçurub dağıtmaq lazımdır. Aydın fikirli-fikirli dilləndi. Elə hamısını, Qız qalasını, Şirvanşahlar sarayını da. Altay duruxdu. Ancaq sözünü geri götürmək istəmədi. İkisi də əl qollarını ata-ata mübahisə edirdilər. Hətta səs-küyə gələn atalarını belə görmürdülər. Altayın atası da müzakirəyə qoşuldu. Qədimdə paytaxtımız Bakı yalnız içəri şəhərdən ibarət olub. Onu əhatə edən qala divarları şəhərimizi yad ellilərdən qoruyub. İçəri şəhərdə hər bir ev, küçə keçmişimizdən bir yadigardır. Divardan asılmış o xalçanı görürsünüzmü? O bizə nənə babalarımızdan qalıb. Ona görə də bizim üçün doğma və əzizdir.